Nəsə bir şeylər çəkək, paylaşaq. Özümün içimdən keçməyə başlayırıq video çəkib paylaşmaq. Ona görə də Nurlanı da yuxudan oyatmışam ki, dur. Düzdür. Gəlmişəm, sözüm bayaq yarımçıq qaldı. Videonun əvvəlini çəkmək yadımdan çıxıb yenə. Garajdayam. Belə bir çanqan var yanımıza gəlib, dostumuzdur. Maraqlı rəngi var apornularında, supportunda. 36 yenə öz yerindədir. Bunun burasında zədəsi var idi. Hüseyin qaqaşımızın maşınıdır. Skuter vurub, neyinib? Bunu işlədim, heç nə qalmadı üstündə. Heyf ki, əvvəlini çəkməmişəm. Zədələri var amma maşın əmələ gəldi, düzəldi hamısı. Bunun özü də gəlirəm. Bunun da özü polirovka keramik olacaq. İndi birazdan başlayacağım. Sağlam markaya yuyum. Ardından hamısını bir-bir göstərəcəm. Üstündə vəziyyət budur. Üstündə ləkələr var, cızıqları çoxdur. Əlli şişir. Şuxluq yoxdur maşında. Və bir kirmi var burada. Maşın polirovka keramik olub. Üstündə su ləkələri saxlayır. Ustalar deyir ki, bərpa olmayacaq. Gəldi, test elədik. Bu hissədə çox yüngül test elədik. Keramika vurdu. Kapotun altında zaşitniki yoxdur. İsinmə olur kapotda. 3 gündən sonra problem olması gətirəcək. Bütün maşını bərpa edib verəcəyik Nurlanla. Elə şey paylaşamıram. Niyə ki? Paylaş da. Abi partlat görək. S55-i çəkəcəm. Amma bu C300-ü çəkməliyəm sonra. Oku mənim qaqaşımdır. Köhnənin dostlarındandır. Bu adam baxır da maşına. Bu adam maşına baxdığı qədər özünə baxmır. İndi zövq məsələsidir, rulzat. İndi onlar öz yerində, amma Special Formoku danışır burada. Normal 1.8-dən fərqlənmək üçün maşının üstündə çox şey var. İndi açıb ağarda bilmərəm hər şeyi. Görüntü olaraq, duruş olaraq gözəl maşındır. S55 də oradadır. Görüm, razı sala bilsən bir dənə qazdasın, qulaq asaq. Deməli, maşını lentləyirəm. Bütün risk zonalarıdır. Risk zonaları deyəndə ki, polirovkanın risk zonalardan hamısı lentlənir. Bu hissələr hamısı lentlənəcək. Burada lakda yanıqlar var. Ona görə bu hissə işləməyəcək. Buranı böldüm, bura yaxşı vəziyyətdədir. Bu hissəni işləyəcəm. Bu hissəni saxlayacağım, işləməyəcəm. Deməli, arxa spoileri bağladım. Aparat buradan belə görsənir. Belə işləyəndə dəyib bu hissələri zədələməsin deyə hamısı bağlanmalıdır mütləq şəkildə. Buralara pasta dolur, pasta dolmasın deyə buraları da bağlayıram. Aparat plus buradan beləsinə dəyib buraları zədələyə bilir. Həmçinin bu rezinlərdir. Ruçkaların qıraqlarıdır, onların da hamısı bərpa olacaq. Bərpa olacaq deyəndə lentləyəcəm hamısının sırası ilə. Nömrə çıxmalıdır. Qabaq nömrəyə ehtiyac yoxdur çıxmağına. Maşın da yuyulmuş vəziyyətdə idi deyə yumağa ehtiyac duymadım. İşləyəndən sonra birinci mərhələ və yaxud da ikinci mərhələdən sonra yuyub təmizləyəcəm. Sonra da keramika olacaq maşında. Bunları da indi hamısını bir-bir lentləyəcəm. Millət, maşının bir bölünü işlədim. Vəziyyət bu yerdədir. Bütün cızıqlar getdi. Üstündə pastalar var. Bunları sabah silib təmizləyəcəm hamısını. Birinci etapın yarısını işləmişəm. Çünki bu inişə də gec gəlmişdim. Hə. Denəndə bayaqdan gedək dirənmisən, denən. Ayol gedək də. Bu birinci hissəydi, özünüzdən müğayət olun. Ya da müğayət olmayın, o 15 saniyə sonra baxasınız sizdən.
Salam, gün 2. Audi'nin birinci etap polirovkası qutardı. Qamışlar, bütün detallar aşağılı, yuxarılı, hamısı işləndi. Üstündə tozlar var, indi aparıb yuyacam. Bu hissədə də zədələr var idi. Bunları saxlamışam moykadan sonra. Tam da ciddiliyini almışam. Üstünə xırda kirlər kimi var bir şeylər. Quş bulantısıdır bu. Gedəcəyimi, getməyəcəyimi müəmmalıdır. Amma çox pis çapıqlar var idi üstünə. Onların hamısını qaldırmışıq aradan. Kapotun o bir hissələrdə işlənib. Fara PPF-də işlənmir, ikinci etap polirovka olunacaq. Bir də maşın gətirəndə xahiş edirəm. Glitserin vurmayın təkərlərə. Hamısı yapışır buralara. Onları təmizləməyə görə ayrı bir vaxt gedir. Onsuz da mən bunu burada yuyub təmizləyəcəm. Ehtiyac yoxdur valla. Yəni burada mən glitserin də vuracam üstünə. Amma ehtiyac yoxdur onların hamısını. Belə qaraldıb gətirməyə. Bu hissələr də hamısı işləndi. Burada işləndi. Birinci etap polirovkası olub. Rəngi açılıb, amma hələ də üstündə iş istəyir. Yuyum gətirim, digər polirovka etaplarını keçəndən sonra keramikasına başlayacam maşının. Təşəl iş görmür belə. Bir sözlə də lentlərini soyuram. Bunlardan tutabilirim. Gözdə bunda yandırım, səsim yaxşı düşür. Ən məsuliyyətli şey markaya getməkdir. Bu qapıdan çıxardanda böyrəyimi behləyib çıxıram. Ki, ya sağını qoyacam, ya solunu da ehtiyatla çıxıram. Bir də gördün, yiyəsi dedi ki, test drive videosunu səndən çəkirik. Mən də deyərəm, okey. Test drive videosu. Flaqman açıqdır. Yəni elə kilometrlərlə yol deyil, Moyka. 150 metrdir məsafəsi. Cəmaət elə bilər ki, şeydir. Qaqaş, sürüm suyu süzülsün adı ilə binaya gedib gəlirəm burada. Moykadan çıxartdığı maşını. İndi ikinci proses başlayıb. Yoxdur maşında. Hani bu? Ala da, ala, səni də çəkirəm. Gəl, qoy mən də düşüm zada. Elə çəkib düşmür. Azelovu sən öldürdün də. Yaxşı, neysə. Hə. Millət, deməli, Audi polirovkası qutardı. İkinci etap, üçüncü etap hamısını işlədim. Arasına qalan pastaların hamısını işlədim. Qara parlaqların hamısı vəziyyəti özünə qayıtdı. Bu xəttlərin hamısı öz vəziyyətinə qayıtdı. Damda ciddi cızıqlar vardı. Bunların hamısını bərpa elədim. Aradan qaldırdım. Bagajın üstündə burada dərin cızıqlar var idi. Onların da ciddiliyini azaltdım. Yəni gözdən itəcək qədər vəziyyət əmələ gəldi. Yəni nəticə ala bildim bagajın üstündən. Maşın yeni kimidir. Yəni yenidən seçilmir bu dəqiqə. Kapotun üstündəki vəziyyət bu yerdədir. Hamısını bərpa elədik. Sadəcə burada lakda nəsə yanmalar var deyə kraskada aşınmalar olub, xal kimi görsənir olar. Onlar da ki, yəni belə
fokusla baxanda görmək olur belə. Necə deyim, yaxınlaşmasaz görünmür heç biri. Maşındakı maşallah raket kimidir. Ha, bu arada onu deyim ki, Mansur Usta dünən gəlib MM Tip Tuning, çoxunuz tanıyırsınız yəqin ki. Karabkada Stage 3, motorda Stage 2 proşivkalar yazıb, sadəcə mən onu qaçırtmışam. Mən nəsə məşğul olmuşam deyə o haqda çəkib nəsə göstərə bilməmişəm. Yəqin ki, başqa vaxt göstərəcəm. İndi videoda görəcəksiniz, Mansur Usta'nın maşını çəkmişəm, amma iş prosesindən heç nə çəkə bilməmişəm. Qalıb maşın keramikadan əvvəl abjirqət olacaq, sahibinin öz aldığı keramikasının üstünə tətbiq eləyəndən sonra nəticəni də çəkəcəm. Keramika necə tətbiq olunur, ona da dair az-maz kadr verəcəm. Görün ki, bu iş necə olur. Üstün fiberoptik fibrasıdır, yumuşaqlı qatın. Keramika belə vurulur. Özümü çox belə amatör hiss elədim. Birinci səfərdir keramika vuracam kimi hiss edirəm. Biraz yerə də dağılda olsun, problem deyil. Detallara bölürük, bir müəyyən bir hissəni. Əsas qurutmamaqdır. Keramikanı çox üst-üstə sıxmaq olmaz. Bir də ki, vaxtında dəqiq silməkdir. 3 dənə, 4 dənə fibra ilə silmək lazımdır. Keramikanı yoxlamışam, siz baxmamışdan əvvəl. Biraz rahat silinir, yağlılığı çoxdur. Yəni 5 saniyə, 10 saniyə, 15 saniyə gözləmək olur maşını keramikanı tətbiq edəndən sonra. Yağlılığı çoxdur. Parıltı effekti verir. Burada fərq hiss olunur o biri tərəfinə. Görsənir kamerada. Yəqin ki, bu flakondan 3 ya da 4 qat keramika çıxarda biləcəm. İnanırsan? İnanmırsan? Dördüncü qat keramika gedir. Maşında vəziyyət bu yerdədir. Hamarlaşıbdır. Sən də mənim yerim olsan, saat 5-20 dəqiqə işləmiş buradan çıxsan, sən də elə olarsan. Niyə? Müəllim yorulub. Gedək deməyə taqəti qalmayıb. Maşın qutardı. 5 qat keramika, kapot kırlolar 6 qat keramika. Parlaqlıq öz yerində, nəticəsi öz yerində. Maşallah olsun, çox qəşəng nəticə əldə eləmişik. Sonluğa da yəqin ki, maraqlı bir video paylaşacağım. Son video olaraq. Hələ ki, belə baxın. Quşlar uca oxuyur çöldə. Run it up, check the scope, money talk, money mo. Main crew say they weed it, kicking down the door. Run it up, check the scope, money talk, money mo. Main crew say they weed it, kicking down the door. Let's go. And it's the whole lane when I'm driving the machine. True vision, big dream, kingpin of the scene. They be talking on the net, I just count the green. Cash. From a phantom to a ghost, you know what I mean. Sağ olun, özünüzdən müğayət olun. Videoya like atıp abone olmağı unutmayın. Endless chances that I took with the whole team. My team. Snake shedding they skin, see the fake gleam. Real boss new whip, all white so clean.